Yəqin ki, hər birimizin evində, divarda bu balaca açarlardan var. Hər gün gözümüzün qabağındadır, amma yəqin ki, çoxumuz heç düşünməmişik ki, onun içində əslində nə qədər vacib bir iş gedir. Gəlin, bax bu səssiz, gizli mühafizəçinin sirrini elə indi birlikdə açaq. Bəs heç fikirləşmisiniz, bu qədər sadə görünən bir şey necə olur ki, təhlükə anında bütün evi elektrik yanğınından qoruya bilir? O balaca qutunun içində nə baş verir ki, belə böyük bir məsuliyyəti daşıyır? Bax, indi bu sualın cavabını axtaracağıq. Yaxşı, gəlin lap təməldən başlayaq. Bu balaca qoruyucunun əslində iki dənə əsas düşməni var. Birincisi, deyək ki, bir rozetkaya həm toz yoranı, həm ütünü, həm də çaydanı qoşmusunuz. Buna deyirlər artıq yüklənmə. İkincisi isə daha təhlükəlisi. Naqillər bir-birinə dəyəndə yaranan ani güclü cərəyan, yəni qısa qapanma. Ən maraqlısı da odur ki, bu qurğu hər iki təhlükəyə qarşı tamamilə fərqli üsullarla mübarizə aparmalıdır. Heç onun üstündəki o yazı və rəqəmlərə fikir vermisiniz? Məsələn, C40. Bunlar elə belə deyil. O C hərfi göstərir ki, bu avtomat daha çox mühərriklər, yəni işə düşəndə qısa müddətdə çox cəryan çəkən cihazlar üçün nəzərdə tutulub. 40 isə onun limitidir, yəni 40 amper. Bu həddə aşılan kimi o dərhal öz işini görməlidir. Sanki üzərində öz təlimatı yazılıb. Yaxşı, çölü ilə tanış olduq, indi isə gəlin ən maraqlı yerə keçək. Görəsən içərdən nə baş verir? Gəlin bu balaca qutunu xəyalən açaq və baxaq görək o təhlükəni necə hiss edir. Deməli, içəridə bir neçə əsas oyunçu var. Cərəyanı keçirən kontaktlar, cərəyan kəsiləndə yaranan qığılcımı söndürən kiçik bir yanğın söndürən, yəni qövs söndürücü kamera və ən əsası, iki fərqli problemi aşkarlayan iki ayrı sensor. Biri istiyə reaksiya verir, adı bimetal lövhədir, o biri isə ani cərəyan artımına, yəni maqnit sahəsinə reaksiya verir, bu da elektromaqnit sarğısıdır. Bax, bu bimetal lövhənin sirri çox sadə bir fizikadadır. Elə bir, iki fərqli metalı bir-birinə yapışdırıblar. Cərəyan normadan çox olanda bu lövhə qızmağa başlayır. Amma metallardan biri istidən o birindən daha çox genişlənir. Nəticədə nə olur? Bütün lövhə yavaş-yavaş bir tərəfə doğru əyilir. Bu çox vacibdir, çünki o tələsmir. Yavaş-yavaş əyilir ki, hər kiçik cərəyan dəyişliyinə görə dövrəni kəsməsin. Amma qısa qapanma olanda vəziyyət tamam başqadır. Orada saniyələr yox, millisaniyələr önəmlidir. Bax, bu zaman elektromaqnit sarğısı səhnəyə çıxır. Cəryan bir anda minlərlə dəfə artan kimi bu sarğı elə güclü bir maqnitə çevrilir ki, o, içindəki kiçik metal parçanı sanki bir güllə kimi irəli atır. Bu ani bir reaksiyadır. Heç bir gecikməyə imkan yoxdur. Deməli, gördüyümüz kimi, avtomat açarın iki fərqli təhlükəyə qarşı iki fərqli planı var. Bir növ iki fərqli müdafiə xətti. Gəlin indi bu senarilərin hər birinin necə baş verdiyini addım-addım izləyək. Bax, bu cədvəldə hər şey əslində çox aydın görünür. Sol tərəfdə artıq yüklənmə. Səbəbi nədir? Çox cihaz qoşmaq. Cərəyan necədir? Yüksək, amma tədricən artır. Reaksiya necədir? Yavaş, istiyə bağlı. Sağ tərəfdə isə qısa qapanma. Bu nasaz naqillərdən olur. Cərəyan bir anda dəhşətli dərəcədə yüksəlir və reaksiya da ani olmalıdır, yəni maqnitlə. Gəlin indi təsəvvür edək. Cərəyan yavaş-yavaş həddini aşmağa başlayır. İçərdəki o bimetal lövhə bunu hiss edir və başlayır qızmağa. Qızdıqca yavaş-yavaş, aramla əyilir, əyilir və nəhayət gedib kiçik bir dilçəyə toxunur. Vəssalam. Bir şıqqıltı səsi eşidilir, kontaktlar bir-birindən ayrılır və cərəyan kəsilir. Təhlükə sovuşdu. İndi keçək ən qorxulu ssenariya. Qısa qapanma. Cəryan bir anda inanılmaz dərəcədə yüksəlir. O sarğı saniyənin mində biri qədər vaxtda super güclü bir maqnitə çevrilir. İçindəki o metal nüvəni elə bir sürətlə çəkir ki, sanki çəkiclə vururmuş kimi gedib həmin dilçəyə dəyir. Və şaq! Kontaktlar göz qırpımından belə qat-qat sürətli ayrılır, potensial bir fəlakətin qarşısı anında alınır. Ən heyrətamiz tərəfi də bilirsiniz nədir? Bütün bu mexanizmin gözəlliyi onun sadəliyindədir. Heç bir mürəkkəb çip, heç bir elektronika yoxdur. Sadəcə məktəbdə keçdiyimiz fizika qanunları. Amma o qədər mükəmməl işləyir ki, böyük bir təhlükəsizlik yaradır. Yəni düşünün, iki tamamilə fərqli problem. Biri yavaş-yavaş qızan bir təhlükə.
o biri isə ani bir partlayış kimi. Və hər ikisinin həlli iki sadə və bir-birindən aslı olmayan mexanizmlə eyni balaca qutunun içinə yerləşdirilib. Bu, əsl mühəndislik möcüzəsidir, elə deyilmi? Mənbədə çox gözəl bir cümlə var idi. Bunu görəndən sonra hər şeyin necə işlədiyini başa düşmək daha asan olur. Həqiqətən də elədir. Ümid edirəm ki, bizim bu qısa izahımızdan sonra bu kiçik qutunun içindəki o böyük dünya sizin üçün də tam aydın oldu. Beləliklə, növbəti dəfə o açarı divarda görəndə artıq ona sadəcə bir düymə kimi baxmayacaqsınız. Biləcəksiniz ki, onun içində iki fərqli, təhlükəyə qarşı hazır vəziyyətdə gözləyən iki fərqli mühafizəçi var. Və bu, adamın ağlına bir sual gətirir. Bəs sizin evdəki mühafizəçilər, yəni avtomat açarlar, həqiqətən də doğru seçilib və öz işinin öhdəsindən gəlməyə hazırdırmı?